Bir gözəl həyət evimiz var satışda. Şəxsi tikili həyət evi. Yuxarısında ikinci, üçüncü mərtəbəsində 6 otaqdır. Aşağısında qarajı var. Qarajdan sonra köməkçi ərazi 2 otağı var. Ümumi həyətin görünüşünü göstərim. O hissədə bizdə bisetkasıdır. Həyətin giriş hissəsi. Putnə doğru olan darvazası var və burasında da ağac gül üçün yer nəzərdə tutulub. Burasında ağac gül üçün yer nəzərdə tutulub. Evin də ümumi buradan üz görünüşünü göstərirəm sizlərə. Və qaraj hissəsini tam şəkildə təqdim edeyim. Evimiz 16 metr beləsidir, 14 metr eninədir ölçüləri. Demək, fundamenti Xəzər dənizinə tökülən betondan istifadə olunub. Yəni çox yüksək səviyyəli bir betondan istifadə olunub. Kolonlarla inşa olunub, hər mərtəbəsinin altı monolit betondur. Hətta damın altı belə monolit betondur. Qarajına da ki, ən azından 2 dənə maşın rahat şəkildə keçir. 2 dənə böyük maşına söhbət gedir. Burada şkafı var, burada belə bir köməkçi otaqlardır. Döşəməsi qranitdir. Qaz, su, işıq və kanalizasiyası var. Tikilişinə söz ola bilməz. Tikilişi mükəmməldir. Hətta bu qarajın bu hissəsindən evin içinə daxil olma şərait də var. Burada dəmir qapısı da var və qalxaq əsas qapıdan giriş edək, evin için göstərim. Girişdə burada kürsüdən qalxırıq yuxarı. Əsas giriş qapısı kupçalı evdir, şəxsi tikilidir və girişindəyik. Dəhliz geniş, işıqlı. Evin için hündürlüyü 3.80, 3.70'dir. Evin için kvadratı 473 kvadrat. Kupçada 473 kvadratda belə bir mənzildir, həyət evi daha doğrusu. Şəxsi tikilidir, bahalı qapılar, bahalı təmir. Bu qoşa qapının arxasında böyük bir qonaq otağı var. Belə bir qonaq otağı. Burada tək çıxacaq televizor. Qalan nə görürsə hamısı qalır. Böyük qonaq otağıdır, 70 kvadrata yaxındır. Kombisi, böyük kombisi var. Ehtiyat boileri də var. Burada hamam otağıdır. Gördüğünüz kimi hər bir şəraiti var. Bizim burada birinci mərtəbəsində burada yataq otağı var. Evin 2 ilə 3-cü mərtəbəsi ümumi 6 otaqdır. Aşağısında 2 dənə böyük köməkçi ərazisi var və burada da qarajdan qalxmaq üçün ərazisidir. Pilləkən daha doğrusu və burada da mətbəx hissəsidir. Bu da mətbəxidir, 2 pəncərə ilə. Mətbəx tam şəkildə qalır. Geniş işıqlı, döşəməsi taxta və qalxaq yuxarı mərtəbədə olan şəraiti göstərim. Yuxarı mərtəbəyə qalxmışıq. Döşəmə burada da monolit betondur, üstü taxta döşəmədir. Damın altı da monolit betondur. Keramika olan çılçırağı var. Ev hazırdır. Dərhal alıb götürmək də mümkündür. Qiyməti 350.000 manat. 350.000 manata nə əldə edirsiniz? Möhkəm tikilmiş bir həyət evi. 6 otaq, 5 sotda, kupçalı və əlavə 2 dənə otaq aşağısında var. Böyük 2 maşınlıq qarajı var. Prospekt yola çox yaxın. Ünvan Masazır qəsəbəsi. Bu yataq otağıdır. Bu yataq otağı 53 kvadratdır. Kupçada evin içi 473 kvadratdır. Qiyməti 350.000 manatdır. Start qiymət. Alıcı endirim olunacaq və burada digər yataq otaqlarını göstərim. Evdə tək çıxacaq televizor. Qonaq otağında olan. Alana satana Allah xeyrin versin. Belə bir böyük hamam otağıdır. Burada jacuzzi də qoymaq olar. Aşağıda da hamam otağı var idi. Evdəki təmiri göz qabağında. Yəni təmirə ehtiyacı yoxdur. Neçə illərin evi olmağına baxmayaraq, yəni bu 10 ilindən çox yuxarı olan bir yaşı olan bir evdir. Çox səliqəli qalıb. Pilləkəni çox rahat, keyfiyyətli. 350.000 manata 5 sotda 6 plus 2 otaq. Masazır qəsəbəsi, prospekt yola yaxın. Sonra qədər təşəkkür edirəm.